Burada da vətəndaşımızın əmək stajından söhbət gedir, onun topladığı kapitaldan ödədiyi məcburi dövlət sosial sığorta haqlarından söhbət gedir. Qeyd etmək istərdik ki, artıq bu məsələ hazırda vətəndaşın qeydiyyatda olduğu dövlət tərəfindən baxılmalıdır. Rusiyadadırsa, Rusiya tərəfindən baxılmalıdır. Yəni, pensiyaların dövlətlərarası tənzimlənməsində hüququ hansı dövlət tərəfindən, hansı dövlətdə qazanırsa, o dövlətin qanunvericiliyinə uyğun baxmaq lazımdır ki, əgər Rusiya tərəfində nəzərdə tutulursa, yəni staja əlavə olunma, Azərbaycanda işlənmiş 17 ilin staja əlavə olunması Rusiya pensiya qanunvericiliyində nəzərdə tutulmuşdursa, təbii ki, nəzərə alınacaq, tutulmayıbsa olmayacaq. Çünki artıq hüquq Rusiya tərəfindən verilir ona, Azərbaycan tərəfindən deyil. Yəni, orada pensiya çıxır. Müraciət etsin Rusiyanın müvafiq pensiya təyin edən orqanına və oradan da müraciətinə baxılır.